Hələ utanmadan da bu şəxs özünü regionda sülhün əsas təminatçısı kimi qələmə verməyə çalışır. Güya regional iqtisadi əməkdaşlıqda Fransanın əziyyəti çox olub. Güya Makron gecələr yatmayıb Cənubi Qafqazda sülh və tərəqqi naminə çalışıb. Doğrudan da bəzən ciddi bir ölkənin prezidentinin dilindən cılız bəyanatlar eşidəndə bilmirsən güləsən ya ağlayasan. İstənilən halda Makron, Azərbaycan prezidenti İlham Əliyevin Zəngilandan verdiyi mesajları əminik ki, eşitdi. Axı, Fransa prezidenti regionda hər addımımızı diqqətlə izləyir. Elə regiona gətirdiyi müşahidə missiyasının həyata keçirdiyi binokl diplomatiyası ilə. Elədirsə, bu sözlərdən nəticə çıxar. Makron, bil ki, bugün Bakı və İrəvan arasında yaranan sülh və iqtisadi əməkdaşlıqda sənin zərrə qədər rolun yoxdur. Əksinə, sülhün və əməkdaşlığın olmaması üçün bütün iyrəncliklərə, məkirli niyyətlərə, saxtakarlığa əl atan ilk növbədə elə sənin özün oldun. Məhz Fransa tərəflər arasında neytral vasitəçi yox, Ermənistanın təcavüzkar siyasətinin dəstəkçisi kimi Azərbaycana qarşı mübarizə aparan, qazandığımız sülhü ləkələməyə çalışan bir nömrəli ölkə idi. Ermənistanla məhz erməni xalqının uzun illər haqlı mübarizə apardığına görə xoş münasibətlər qururam deyən Makron bugün hansı sülhdən, hansı iqtisadi əməkdaşlıqdan danışır?